Aha, indi başlayırıq elektrik tutumundan danışmağa. Ümumiyyətlə elektrik tutumu nə deməkdir? Elektrik tutumu iki naqilin elektrik yükünün toplanması hadisəsidir. Yəni yüklərin toplandığı bir hadisə tutum anlayışı ilə xarakterizə olunur. Elektrik tutumu nədir bəs? Naqildən bir yükün, naqillərdən birinin deyək də, naqillərdən birinin yükünün onlar arasındakı potensiallar fərqinə olan nisbəti ilə xarakterizə olunur. Yəni tutum belə deyək də S hərfi ilə işarə olunur. S hərfi ilə o da bərabərdir yükün, yəni Q-nün potensiallar fərqinə və ya gərginliyə olan nisbətinə bərabərdir. Burada S dediyimiz kimi elektrik tutumudur və vahidində də görürük ki, vahiddə olaraq nə alırıq? 1 kulon bölək volt şəklində alınır ki, bu da 1 farad deməkdir. Yəni vahiddir, standart vahiddir, 1 farad. Aha, burada da bir daha qeyd edirik. Tutumun deməli yüklə gərginliyin nisbətinə bərabərdir. İndi belə bir söz deyək ki, burada tutum anlayışı ümumiyyətlə əsasən kondensatorlarda istifadə olunan bir anlayışdır. Bəs kondensator nədir? Kondensator elektrik yükünü toplamaq üçün olan bir sistemdir, belə deyək. Kondensatorun başqa bir tərifini də belə deyək ki, qalınlığı naqillərin ölçülərinə nisbətən çox kiçik olan və dielektrik qatı ilə bir-birindən ayrılmış sistemdir. Yəni burada iki dənə metal lövhə fikirləşirik. Bu metal lövhələrin arasında dielektrik qat olur. Dielektrik qatda çox vaxt hava olur. Yəni tamam fərqli bir şey düşünməyin. İki metal lövhə arasında yəni hava olur və burada da kondensator anlayışı meydana gəlir. İndi kondensatorun şəklini də göstərəcəm. Şərti işarə olaraq kondensatorun şərti işarəsi də bu şəkildə yəni olur. Bax bu şəkildə kondensatorun şərti işarəsi olur. Deməli kondensator anlayışı vasitəsilə də elektrik tutumu anlayışını daha dərindən mənimsəmiş oluruq və yenə qeyd etdiyimiz kimi hər bir kondensatorun öz elektrik tutumu var. Yəni o gərginliyin artması ilə ya da nə bilim yükün miqdarının artması ilə dəyişə biləcək bir şey deyil. Yəni kondensatorun tutumu gərginlikdən və yükün miqdarından asılı deyil. Bunu nəzərdə saxlayaq. Bəs nədən asılıdır? Naqilin formasından, ölçüsündən, nə bilim, ətraf mühitin xassələrindən, dielektrik nüfuzluğundan və s. asılıdır. İndi onun hansılardan asılı olduğunu düstur şəklində görəcəyik. Aha. Amma buradan bizim düsturumuza əsasən, yəni görürük ki, əgər S sabitdirsə, onda biz rahatlıqla deyə bilərik ki, yəni burada Q, yəni elektrik yükü nəyə bərabər olur? SU şərtinə uyğun gəlir. Yəni burada Q gərginlikdən düz mütənasibdir. Bu şəkildə göstərə bilərik. Yəni bu artıq məlum olur. Aha, çünki naqilin yükü burada Q bərabərdir. Hansı düsturla? Q bərabərdir SU düsturu ilə təyin olunur. Yəni bunu asanlıqla elə yuxarıdakı düsturdan da tapmaq olar. Bu belə. Aha, bu da kondensatorun yəni şəklidir. Yenə həqiqətən də görürük ki, deməli qalınlığı naqillərin ölçülərinə nisbətən çox kiçikdir. Yəni baxın, qalınlığı çox nazik olan iki metal lövhədir. Aralarında da dielektrik qatı var. Yəni burada məsələn çox vaxt hava olur, çünki hava özü də dielektrikdir və yəni burada da hər zaman naqillərdən biri müsbət, yəni metal lövhələr deyək də, bunlardan biri müsbət, biri mənfi yüklənir. Özü də eyni işarəli olurlar həmişə. Məsələn bu müsbət Q deyək buna, bu isə onda mənfi Q olacaq. Yəni məsələn deyirəm bu 5 kulondursa, onda bu biri də 5 kulon olur modul olaraq, sadəcə mənfi 5 kulon şəklində olacaq. Və kondensatorun yükü deyəndə də müsbət yükün qiyməti götürülür. Yəni burada məsələn yazılıb kondensatorda mənfi 3 kulon və müsbət 3 kulon olmaqla kondensator belə yüklənəcək təbii ki. Biri mənfidirsə digəri müsbət olacaq və yaxud da tam tərsi. Burada desək ki, kondensatorun yükü nə qədərdir? Burada kondensatorun yükü 3 kulondur. Yəni ya yük hansını götürürsən götür, modulunu götür ya da müsbət yükün qiymətini götürürsən. Yəni və bu şəkildə olur. Bir də məsələn deyirəm, burada verilsə ki, tutalım bu müsbət 8 kulondur, digər yük nə olacaq? Təbii ki, mənfi 8 kulon olacaq. Yəni biri müsbət, biri mənfi yüklənir. Yenə deyirəm, kondensatorun şərti işarəsi də bu şəkildə olur. Yəni bura müsbət Q, bura isə hər zaman mənfi Q olur. Biri müsbət, biri mənfi belə. Aha, indi bunu bildik. Deməli, hər bir kondensatorda da qeyd etdiyimiz kimi tutum olur. Bir yaxşı şəkildə göstərdiyim kondensatorda ən çox istifadə olunan kondensatordur müstəvi kondensator. Müstəvi kondensatorun tutumu S-nin, yəni biz dedik də Q bölək U-ya bərabərdir. Amma tutumun öz düsturu var. Tutumun öz düsturu nədir? S, belə deyək də, bərabərdir. Gəl belə göstərək, tutumun öz düsturu S bərabərdir
epsilon 0 epsilon s bölək d. Bu ifadə bizim üçün olur nə? Müstəvi kondensatorun tutumu. Yəni burada mən asanlıqla görürəm ki, müstəvi kondensatorun tutumu deməli, kondensatorun sahəsindən düz, qalınlığından isə tərs asılıdır. Yəni uzunluqdan deyə bilərik, qalınlıqdan deyə bilərik, tərs asılıdır. Aha, indi burada da biz nəyi görə bilirik? Bundan başqa biz deyə bilərik ki, başqa vakuumda baxa bilərik, bir də normal bir mühitdə baxa bilərik. Əgər vakuumda baxsaq, vakuum şəraitində tutum özü yüklə əlaqəli olduğuna görə, dielektriklə əlaqəli olduğuna görə dielektriklə düz asılıdır. Yəni intensivliklə qarışdırmayaq. Burada görürəm ki, dielektrik nüfuzluluğu ilə düz asılıdır. İndi burada biz yazıram ki, C0, yəni vakuumdakı tutum bərabərdir nəyə? Epsilon 0 S bölək D. Bu olur vakuumdakı və burada bunun şəklini də çəksəm, məsələn, belə düşünə bilərik də, məsələn, kondensatoru bu şəkildə düşünək. Yəni, bu şəkildə C0 şəklində düşünək. Yəni, burada vakuum şəraiti olduğunu düşünürük. Bir də düşünək ki, mühitdədir. Mühitdə bu vakuumdur. Vakuum. Bir də mühitdə olanda C bərabərdir nə olacaq? Qeyd etdiyimiz kimi, mühitdə olanda epsilon 0, epsilon S bölək D şəklində olacaq. Yəni, fərz edək ki, kondensator müəyyən bir mühit daxilindədir və bu mühitə də biz epsilon desək, yəni mühit daxilindədir. Mən burada asanlıqla görürəm ki, onda deməli C, yəni mühitdəki tutum bərabərdir vakuumdakı tutumdan epsilon qədər çoxdur. Yadımızdadsa intensivlik tərsinə idi. İntensivlik vakuumdakı intensivlikdən epsilon qədər az olurdu mühitin intensivliyi. Amma burada tam tərsidir. Çünki tutum özü dielektriki yaratmağa çalışanda, yəni tutum özü də dielektriklə düz mütənasib bir cəmiyyət olduğuna görə, ona görə də bu şəkildə yaranmış olur. Yəni buradan da mən dielektrik nüfuzluluğunu tapsam, Y bərabərdir C bölək C0 almış oluram. Bunu yadımızda saxlayaq. Bu da olur dielektrik nüfuzluğu. Aha, bu şəkildə qeyd edirik dielektrik nüfuzluğu. İndi kondensatorun fərqli növləri var. Məsələn, kağız kondensatorlar, elektrolitik kondensatorlar, dəyişən tutum kondensatorları və s. Bunların içərisində ən çox gəlmişdə müstəvi kondensatordur. Yenə bizim də məsələn həm şəkildə göstərdiyim, həm ümumiyyətlə qeyd etdiyim müstəvi kondensatordur. Aha, indi isə danışaq kondensatorların ardıcıl və paralel birləşməsindən. Birinci danışaq ardıcıl birləşmədən. Aha, birincisi onu qeyd etməliyik ki, kondensatorlar ardıcıl birləşəndə yük sabit olur. Yəni Q bərabərdir konstant. Ardıcıl birləşmənin də şəklini bu şəkildə göstərsəm, yəni mən artıq burada görürəm ki, kondensatorlar ard-arda birləşib. Yəni ardıcıllıq bu deməkdir. Bu şəkildə, məsələn, tutalım ki, 2 kondensator, 3 kondensator və s. fərq yoxdur, ardıcıl birləşmişdir. Aha, bu şəkildə daha səliqəli göstərək. İndi burada əgər Q sabitdirsə, və bunların da tutumlarına C1 və C2 deyək. Q sabitsə, onda mən nə etməliyəm? Təbii ki, gərginlikləri toplamalıyam. Yəni U bərabərdir. Yəni buranın yükü məsələn 5 kulonsa, onda bu kondensatorun yükü 5 kulon olacaq. Yəni yüklər bərabərdir burada. İndi gərginlikləri toplayanda U bərabərdir. U1 üstə gələk U2 və s. şəklində olacaq. İndi burada U-nun yerinə mən Q, daha doğrusu belə yazaq da, Q bölək C ardıcıl yazaq. Bərabər olacaq nəyə? U1-in yerinə yazıram Q bölək C1. Üstə gələk U2-nin yerinə yazıram Q bölək C2. Daha sonra buradan ortaq məxrəci gətirsəm C1, C2. Sürətdə də olur, Q çıxır mötərizə xaricinə C1 üstə gələk C2 şəklində alınır. İndi bərabərliyin hər tərəfindən Q-ləri ixtisar aparsaq, onda C ardıcıl bərabərdir. Bu tərsinə çevriləcək. C1, C2 bölək C1 üstə gəl C2 almış oluruq. Yəni bunu əvvəlki dərslərimizdən artıq bilirik deyə alınmasını çox üzərində dayanmayacağam. Yəni ardıcıl birləşmədə mən gördüm ki, nə baş verdi? Belə deyək də, kondensatorların hasillərini onların cəminə bölməliyəm. Bu şəkildə deməli tapa bilərik ki, ardıcıl birləşmədə ümumi tutum nə qədər olur. Əgər mən qeyd kimi də qeyd edək, yəni digər yenə deyirəm, əvvəlki dərslərimizdən bilirik, amma yenə də qeyd edək, əgər n sayda C tutumla naqil ardıcıl birləşərsə, onda ümumi tutum bərabər olacaq nəyə? Deməli C bölək n şəklində olacaq. Yəni bir tutumun qiymətini saya böləcəyik. Bir də var paralel birləşmə, onu da qeyd edək.
Aha, paralel birləşmə təbii ki, şəkildə göründüyü kimi olacaq. İndi paralel birləşmədə isə bu səfər biz onu bilməliyik ki, burada gərginlik sabit olur. Yəni U bərabərdir konstant. Yəni tutalım burada 5 voltdursa, burada 5 voltdur. Yəni gərginliklər sabitdir. Onda deməli, gərginliklər sabitsə biz nə etməliyik? Biz bu səfər Q-ləri toplayacağıq. Yəni ümumi Q bərabərdir Q1 üstə gələk Q2 şəklində olacaq. Burada da Q-nun yerinə CU paralel yazırıq. Bərabərdir CU1 üzr istəyirəm, C1U üstə gələk, bir dəqiqə, burada C paralel U yazmalıydıq biz. Aha, C paralel U bərabərdir C1U üstə gələk C2U şəklində yazırıq. Buradan da U'lar hər tərəfdən ixtisar girəndə onda paralel birləşmədə C1 üstə gələk C2 olmuş olur. Yəni burada hər bir kondensatorun tutumunu C1 və C2 olaraq işarələsək, burada deməli ümumi deməli tutumların cəminə bərabər olur. Onda da burada da qeyd yaza bilərik ki, əgər n sayda C tutumlu naqil olsa, onda C paralel bərabərdir Cn şəklində olacaq. Yəni bu səfər vurma şəklində bizim qarşımıza çıxır. Daha sonra biz burada qeyd edə bilərik ki, paraleli ardıcıla bölsək, yəni C paralel bölək C ardıcıl bərabərdir. Paralel üçün biz NC aldıq, ardıcıl üçün C böl N aldıq. Onda burada C-lər ixtisacını N kvadratı qalır. Yəni buradan biz görürük ki, paralel birləşmə zamanı yaranan tutum ardıcıl birləşmə zamanı yaranan tutumdan n kvadratı qədər, yəni naqillərin sayının kvadratı qədər çox tutum almış oluruq. Deməli, biz əgər naqilin tutumunu artırmaq istəyiriksə, onu biz nə etməliyik? Paralel birləşdirməliyik. Yox, ümumi dövrənin tutumunu azaltmaq istəyirsə, onda ardıcıl birləşdirməliyik. Aha, indi isə kondensatorun enerjisindən danışaq. Kondensatorun enerjisinə elektrik enerjisi də deyirlər. Yəni burada elektrik enerjisi bərabər olacaq nəyə? CU kvadrat böl 2. Bu bizim birinci düsturumuzdur. O da bərabərdir. Burada CU vuraq U yazaram. U kvadratı böl 2 şəklində. Burada da CU bizə Q-nü verdiyinə görə QU böl 2 alırıq. Bu ikinci düsturumuzdur. Daha sonra buradan da Q-nü saxlayıb U-nun yerində Q böl C yazsam, bölək U, yəni buradan Q kvadratı bölə 2C ifadəsini almış oluruq. Yəni bunlar içərisində bilirsiniz də, əvvəl kinetik enerjinin düsturunu və s. bu şəkildə almışdıq. Buradan əsas deməli CU kvadrat böl 2, QU böl 2 və Q kvadrat böl 2C düsturları bizim üçün kondensatorun enerjisi üçün istifadə olunan əsas düsturlardır. Yəni yaddan çıxartmaq olmaz. Daha sonra burada kondensatorun enerji sıxlığı var. Kondensatorun enerji sıxlığı isə özü belə deyək də, vahid həcmə düşən enerjini göstərir. Yəni bu şəkildə bərabərdir nəyə? Vahid həcmə düşən enerji. Enerjinin həcmə olan nisbəti ilə yəni xarakterizə olunur və onun vahidinə gəldikdə də buradan görürəm ki, 1 joule bölək kub metr şəklində vahid ala bilərik. Yəni bu da kondensatorun enerji sıxlığının ifadəsidir. Deməli, indi gəldik əsas məsələlərimizdən birinə. Sabit gərginlik mənbəyinə qoşulmuş kondensator. Bir də var, sabit gərginlik mənbəyindən ayrılmış kondensator. Bu ikisi bir-birindən fərqlidir. Burada çoxlu düsturlarımız çıxacaq. İndi o düsturları çıxartmaq lazımdır. Amma diqqətlə qulaq assaq çətin bir şey yoxdur. Birincisi, qoşulmuş sözünü əlbəttə ki, özümüz bilə-bilə böyük yazmışam. Yəni, burada diqqət çəksin deyə. Qoşulmuş nə vaxt deyilsə, biz birinci halda onu düşünməliyik ki, qoşulmuş kondensatorlarda U bərabərdir konstantdır. U bərabərdir konstant. İndi burada bir-bir gəlin müəyyən cəmiyyətləri tapaq. Sabit gərginlik mənbəyinə qoşulmuş kondensatorun gəlin yükünü tapaq. Yazıram 1. Yükü. Yəni sabit gərginlik mənbəyinə qoşulmuş kondensatorun yükündən söhbət gedir təbii ki. Yük burada nəyə bərabərdir? Yük yazaq lap istəyiriksə. Bu şəkildə yük yazaq, lap səliqəli görünsün. Aha, yük nəyə bərabərdir? Yük burada Q nəyə bərabərdir? Q bərabərdir. Mən elə bir düstur seçməliyəm ki, orada U olsun. Çünki qoşulmuşda U konstantdır. CU, düzdürmü? Əla. İndi mən burada sonra nə edə bilərəm? C-nin yerində epsilon 0, epsilon S bölək D yaza bilərəm. Vuraq U. Bu olur bizim ifadəmiz.
İndi buradan mən asanlıqla nə görürəm? Görürəm ki, yük burada S-dən düz asılıdır. Düzdürmü? Və eyni zamanda deyə bilərəm ki, yük D-dən tərs asılıdır. Deməli, nə vaxt ki, qoşulmuş kondensator görsəm, onda bilməliyəm ki, S-dən düz asılı götürəcəm, çünki uyğun düsturum budur. D-dən tərs asılı götürəcəm. Düzdürmü? Bu olur bizim ifadəmiz. İndi daha sonra ikinci yazaq. İkinci. Sabit gərginlik mənbəyinə qoşulmuş kondensatorun intensivliyi. Danışaq intensivlikdən. Bəs intensivliyin ifadəsi nədir? Mən bilirəm ki, intensivlik özü. İndi mən elə bir düstur seçməliyəm ki, orada nə olsun? U olsun. U böl D-dir da ifadəmiz. O da burada mən görürəm ki, U böl D ifadəsindən nə ala bilərəm? Bu şəkildə də qalır. Yəni, burada mən görürəm ki, artıq intensivlik nədir? İntensivlik, yəni Y, D-dən, yəni məsafədən tərs asılıdır. Bunu gördüm. Çünki U sabitdir, Y-dən tərs asılı düşür. Bu da sabit gərginlik mənbəyinə qoşulmuş kondensatorun intensivliyidir. Daha sonra nə deyə bilərik? Sabit gərginlik mənbəyinə, belə deyək də, qoşulmuş kondensatorun danışaq biz enerjisindən. Yəni, üçüncü yazaq enerji. Yenə qoşulmuşdan danışırıq hələ. Enerji. Əzbərçiliyə ehtiyac yoxdur. Enerji. İndi enerjinin düsturun hansını götürərəm? Təbii ki, mən elə düstur götürməliyəm ki, orada U olsun. Yazıram. WY bərabərdir nəyə? SU kvadrat böl 2. O da bərabərdir. Burada S-nin yerində epsilon 0, deməli, epsilon S bölək D atsam, vuraq U kvadratı bölək 2. Yəni, bu şəkildə qalır öz yerində. Məsələn, buradan mən nə görürəm? Buradan mən görürəm ki, enerji məsafədən tərs asılıdır. Düzdürmü? Eyni zamanda enerji sahədən düz asılıdır. Bu şəkildə görə bilirəm. Düzdürmü? Enerji məsafədən tərs asılıdır, sahədən isə düz asılıdır. Bu da olur qoşulmuş kondensatorun, belə deyək də, enerjisi. Daha sonra bir də nəyə deyə bilərik? Enerji sıxlığı. Enerji sıxlığını deyə bilərəm. Yəni, bütün düsturlarda eləsini seçməliyəm ki, orada qoşulmuş sözünə görə orada U olsun. Çünki qoşulmuşda U konstant olur. Enerji sıxlığının da ifadəsi biz dedik ki, nədir? Belə yazaq da, həcmi olan nisbətidir da. Enerjinin həcmi olan nisbəti. Biz burada qoşulmuşda onsuz da enerjini SU kvadrat böl 2 götürdük. Bölək, həcminin yerində, indi həcmi olduğu kimi saxlayaq hələlik. Bu da bərabərdir, bilirik, buradan necə bir üstür alınır, gəlin baxaq. S-nin yerində epsilon 0, epsilon S bölək D açıram. Vuraq U kvadratı, məxrəcdə 2B qaldı. Düzdürmü? O da bərabərdir, epsilon 0, epsilon S U kvadratı. Bölək, D vuraq, həcmin yerində görün nə asacam? Həcm özü SD-də axı, SH-da deyirik. 2 vuraq, SD yazıram. Buradan fikir verirsinizsə, S-də ixtisar gedir. S-də ixtisar gedir. Yəni, mən buradan nə alıram? Epsilon 0, epsilon U kvadratı bölək 2D kvadratı. Yəni, buradan görürəm ki, enerji sıxlığı S-dən sən demə heç asılı deyilmiş. Çünki burada ixtisar getdi. Oy, üzr istəyirəm, tərs asılı qurdum. Asılı deyilmiş S-dən. D-dən isə nə görürəm? D-dən də asanlıqla görürəm ki, tərs asılıdır. Məsələlərdə kvadratı nəzərə alacağım, amma qrafikdə ehtiyac yoxdur, elə tərs asılıq götürürəm, gedir. Bu da olur bizim kondensatorumuzun qoşulmuş olduğu hal üçün yük intensivliyi, enerji və enerji sıxlığının ifadələri. İndi gəlin bunu ayrılmış kondensator üçün eləyək. Aha, sabit gərginlik mənbəyindən ayrılmış kondensatora baxıram. İndi biz onu bilməliyik ki, ayrılmış kondensatorlarda əgər kondensator ayrılmış olarsa, burada bu səfər Q konstant olacaq. Yəni, elektrik yükü bu səfər sabitdir. Q konstant şəklində baxırıq məsələyə. Elektrik yükü sabitdir. Artıq burada yükün qiymətini bilməyə ehtiyac yoxdur. Yəni, biz artıq dedik ki, burada elektrik yükü sabitdir. Onda burada birincisi biz danışa bilərik gərginlikdən. Gərginliyin qiymətindən, yəni. Deməli, gərginlik özü onda nəyə bərabər olacaq? Mən bilirəm ki, U nəyə bərabər idi? U bərabərdir Q bölək S-yə. O da bərabərdir Q bölək S-nin yerinə yazıram. Epsilon 0, epsilon S bölək D qalxır yuxarı. Buradan mən asanlıqla görürəm ki, gərginlik, deməli, D-dən, yəni qalınlıqdan düz asılıdır.
Deməli, düz mütənasiblik qururam. Düsturdan rahatçılıqla görə bilirəm də, əzbərimə ehtiyac qalmır. Aha, qalınlıqdan düz asılıdır. Sahədən isə görürəm ki, məxrəcdə olduğuna görə bilirəm ki, tərs asılıdır. Və salam, bu birincisi. Daha sonra ikinci, danışıram intensivlikdən. Deməli, bu səfər intensivlik üçün mən nə yazacağam? İntensivlik, bilirdik ki, intensivliyin ifadəsi necə idi? Y bərabərdir. Y bərabərdir. U bölək D. Amma biz bunu işlədə bilmərik. Çünki burada Q yoxdur. Axı ayrılmışda Q olmalıdır. Çünki Q-dur konstant olan. Onda U-nun yerində mən Q bölək C yazmalıyam ki, bura Q gəlsin. Vuraq D. O da bərabərdir Q bölək epsilon 0, epsilon S bölək D. Yəni C-nin yerində. Vuraq D. Buradan fikir verin, D-lər ixtisar getdi. Yəni burada mən intensivlik üçün aldım ki, Y bərabərdir Q bölək epsilon 0, epsilon S. Bəs bu nə deməkdir? Bu o deməkdir ki, intensivlik D-dən asılı deyil. Amma bayaqçının elə olmamışdı. Ayrılmışda D-dən asılı deyil, S-dən isə intensivlik S-dən isə tərs asılı olmuş olur. Çünki məxrəcdə olduğuna görə. Aha, burada enerjidən danışanda, deməli biz artıq burada W enerjinin Q kvadrat bölək 2C ifadəsindən istifadə etməliyik. Çünki Q sabitdir. Onda Q kvadrat bölək 2 epsilon 0 epsilon S bölək D qalxır yuxarı. Burada mən artıq görürəm ki, enerji məsafədən düz asılıdır. Qalınlıqdan daha doğrusu düz asılıdır. Sahədən isə tərs asılıdır. Yəni bu hər düstura görə, sabitə görə dəyişir axı təbii ki. Burada da özün göstərir. Daha sonra dördüncüsü gəlir enerji sıxlığından danışmaq. Enerji sıxlığından danışanda da yenə də təbii ki enerji düsturunda istifadə etdiyimiz düsturdan istifadə edirik. Yəni W bərabərdir enerji bölək həcm. O da bərabərdir enerjinin yerində. Aha, burada artıq biz yenə də enerjinin yerində bu düsturu yazmalıyıq. Yəni Q kvadrat vuraq D bölək 2 epsilon 0 epsilon S. Daha sonra yenə həcmin yerində yenə SD hasilini yazırıq. Bu səfər də görürük ki, D-lər ixtisar gedir. Bu səfər də düsturumuzda D-lər ixtisar gedir. Yəni enerjinin ifadəsini alırıq necə? Q kvadrat bölək 2 epsilon 0 epsilon S kvadrat şəklində. Buradan da mən artıq görürəm ki, bu səfər də enerji sıxlığı deməli D-dən asılı deyil. D-dən asılı deyil. Bunların heç məzbəyə bir ehtiyac yoxdur. Yəni düsturdan baxanda onsuz görürük. D-dən asılı deyil. Bu səfər də S-dən, yəni məsələlərdə kvadratiki nəzərə alırıq. Amma belə qrafikdə sadəcə tərs asılığı göstərmək kifayətdir.